Bağla onu. Bağla onu. Hava nəfəs alsın, nə vaxt nəfəs almırlar. Ay yox ya nəfəsi alan aldı da nəfəsi. Hələ Çıxartır yani. bir dənə gic baxır mənə belə eləyir. Ürəyim süd istəyir. Allah haqqı. Süd maşınına oxşadı be sən. Mən də Ver, dedim ki, hə, ola bilər. Özünüz Hadi. üçün elədim. Ne ana südü var da göbəyim sən onu. Əkə. Mən də elə İstəsə ata südü istəsə göndər mənə ama. Biri Azərbaycanın gənc dırnaqarası xanımı, biri isə yaşlanmaqda olan nəslin nümayəndəsi, meyxanaçı Ələkbər Yasamallı. Gənc qız sinəni açıb göstərdi pul qazanmaqla, bədən sayəsində pul qazanmaqla, şit danışıqlarla sən hara gedəcəksən? Sən necə ana olacaqsan? Sən necə gəncliyimizə gələcəyimizə nümunə olacaqsan? Biri isə Ələkbər Yasamallı, meyxanalarında kişilik, qeyrət, namus, belə şeyləri təbliğ edərək böyüdüyümüz meyxanalarla Ələkbər Yasamallı niyə pula görə, qızıla görə TikTokda bu səviyyələrə düşürsən? Ayıb deyilmi? Gənc nəslimiz, gələcəyimiz, nəvələrin səndən nə götürəcək? Deyəcək babam cavan qızlara belə sözlər deyirdi. Eyib deyilmi? Bəsdirin də milli mənəviyyatımızı məhv eləməklə məşğul oldunuz. Gənclər, ailələr sizdən nə götürəcək? Bu əxlaqsızlıqdır, bu tərbiyəsizlikdir və bunun yayılmağıdır. Eyib deyilmi? Gür kimi istedadın var, meyxanalar deyirdin. Şeir yaza bilərsən, kitab çap eləyə bilərsən. Düşmüsən küçə uşaqlarıyla boş-boş söhbətlər eləyib, hə, güləcəklər. Gülənlər kimdir? Əqidəsi aşağı olan insanlar, savadı aşağı olan insanlar. Bəsdirin, beyninizi, şuurunuzu, gənclərimizi maarifləndirəcək şeylərə həsr edin. Yoxsa düşük bambılı, nə olub böyle TikToka girirsən, sosial şəbəkələrə girirsən, bir yüngül əxlaq tərzi keçirən qadınlar və onları qaldıran dırnaq arası kişilərlə doludur. Kişilik bu qədər mi tapdalandı mı? Qadınları buna iştirak edirsiniz, çıxardırsınız yuxarılara. Bunları təbliğ edirsiniz və belə gənclərin sayı artır. Hər ikiniz kimi dırnaq arası insanların sayəsində.